Əgər il yazmıramsa, bilin ki, bu bizim eradır. 5-ci əsrə qədər Qəbələ paytaxt olub. Sonra isə Bərdə paytaxt oldu. Qəbələnin qədim adı Kabalakadır. Testlərdə görürsəz çaşmayan Kabalaka qədim adı. Bərdənin qədim adı isə Partavdır. Məsələn, deyir ki, Albaniyanın paytaxtlarını göstərən Kabalaka və Partav. Bilməlisiniz bunların qədim adlarını. Davam edirik. Roma ilə müharibələrindən danışaq. Kaspikadus tayfaları haqqında əvvəlcə onu deyim bir daha ki, Atropatena ilə Albaniyada hər iki tayfa oxşar cəhət idi ki, bir yerdə yaşayırdılar. Müharibələr çox olub. Albaniyanın həm Bizansla dedik müharibələri olub, həm ərəblərlə müharibələri olub, Xəzərlərlə müharibələri olub. Amma ən əvvəl Roma ilə müharibələri nəzərə salaq. Ən birinci Roma ilə müharibələr başlayıb. Eramızdan əvvəl 66-cı ildə Kür çayı sahilində döyüş. Eramızdan əvvəl 65-ci ildə Qanıq döyüşü. Qanıq döyüşünün digər adı isə Alazan döyüşüdür. Alazan çayı sahilində döyüşdür. Bunların hər ikisinin oxşar cəhəti var. Oxşar cəhət ondan ibarət ki, hər ikisi Roma, Albaniya arasında olub. Hər ikisində Albaniya qələbə çalmayıb, uduzub. Fərqli cəhət ondan ibarət ki, Kür çayı sahilində Roma döyüşü edib qələbə qazandısa, Qanıq çayı sahilində döyüşdə hiləyə əl ataraq qələbə qazandı. Pompey Qanıq çayı sahili döyüşündə Roma hökmdarı Pompey özünü ölümcül vəziyyətə qoyaraq, güya ki, yəni ölüb, hiləyə əl atır və qəflətən qalxaraq Kozisə zərbə endirərək onu öldürür. Yəni bu da hilə işlətmiş sayılır. Qanıq Alazan çayı sahilində döyüşdə bir faktı da qeyd etmək lazımdır ki, mənbələr yazır ki, hətta Alban qadınları, yəni Azərbaycanın Alban qadınları da döyüşə cəsarətlə qatılmışlar. Bu da bir testin cavabıdır. Eramızdan əvvəl 36-cı ildə isə Roma sərkərdəsi Kanidinin yürüşlərindən danışılır. Və orada belə bir ifadə işlədilir. Bunu qısa yazdım. Kanidin yürüşlərini belə əzbərləyirsiniz. Eramızdan əvvəl 36-cı ildə Kanidi Cənubi Qafqaz torpaqlarına irəliləyir. İber torpaqları və Cənubi Qafqaz torpaqlarını zəbt edir, yəni özündən asılı